Üçüncü sözümüz bizim İslam dünyasınadır. İslam dünyasına iki tane söz deyə bilərik. Birin şiələrə və sünnülərə üzümüzü tutaq onlara. Onlara deyək, gördünüz Amerika sizi nə günə qoydu? Hələ inanmayırsınız, hələ ayılmayırsınız. Gördünüz sizin özəl üzünə necə öz dəfinələrinizi, abidələrinizi, məscidlərinizi, yollarınızı, vağzallarınızı, aeroportlarınızı hamısını vurdu, dağıtdı. İraqda nə qoydular qala? Qəbirlərə cəm partladılar. Yəməndə nə qoyublar qala? Ambarlara can vurublar, buğda ambarlarına can vurublar, su ambarlarına can vurublar. Kim vurub? Kimin əli ilə vurub? Görmürsünüz müsəlmanlar? Görmürsünüz ki sizin başınıza nə oyun gətirdilər? Hani məscidləriniz? Hani ziyarətgahlarınız? Hani abidələriniz? Hani meydanlarınız? Hani parklarınız? Hani aeroportlarınız? Hamısını vurdular, dağıttılar. Silahın satdığı müsəlmanlara, pulun aldı qoydu cibinə. Müsəlmanın öz pulu ilə, Amerikanın silahı ilə vurdu, bir-birlərini öldürdülər. Müsəlmanların əli ilə, Müsəlman gəncilərin əli ilə. Şiənin məscidini yandırdı, dedi bunu sünnülər eləyin. Sünnülərin məscidini yandırdı, dedi bunu şiələr eləyin. Birinci İslam dünyasını Məsihiyyət ilə qarşı-qarşı qoydu. Karikatur çəkdilər, partlatdılar, təhqir elədilər Peyğəmbərə. İslamla Məsihiyyətin içində problem yaratdılar. İkincisi, Müsəlmanların Şiə sünnünün arasında bu işi gördülər. İndi biz görürük, ay Əhl-i Sünnət, ay İşid, ay Ən-Nüsrə, ay Əl-Qaidə, ay Taliban, bilin başuza papaq keçir. Bilin sizi əcaq eləyib, ayağın sizin boynunuza qoyub istədiyi yerə keçir. Siz onun ayağının altında qalıbsınız. Elə bilirsiniz, cihad eləyirsiniz. Müsəlmanları öldürürsünüz, elə bilirsiniz, cənnət qazanırsınız. Elə bilirsiniz, sizə huri verəcəklər. Sizə dünyanı ot eləyib, qiyaməti də sizə cəhənnəm eləyib. Dünyozu da alıb, ahirətüzü də alıb. Üzümüzü onlara tuturuq. Deyirik, gəlin, bir-birinizə lənət oxumayın. Sünni qardaş, şiəni mındar bilməz.